Peyğəmbərin kəlamına əsasən həccin ürəyi adlandırılan Ərəfat dağında yox. Ərəfat sözünün mənası ərəfə, tanımaq deməkdir. Adəm əleyhissalam və Həvva əleyhissalam burada bir-birlərini tapırlar. Yəni cənnətdən qovulan, cənnətdən etdikləri xətaya görə çıxarılan, yer üzərinə göndərilən Adəm əleyhissalam və Həvva əleyhissalam burada bir-birlərini tapırlar. Ona görə bura Ərəfat adlandırılır. Ərəblər bura Cəbəlur Rəhmət deyirlər. Yəni rəhmət dağı, bağışlanma dağı. Peyğəmbər sələvatullah buyurur ki, Ərəfat həccin ürəyidir. Yəni Ərəfatsız həcc yoxdur. Quran-ı Kərimdə də açıq-aşkar Ərəfatın adı çəkilib və bu Quran-ı Kərimdə Allah təbarək və təala buyurur ki, Ərəfatdan axın edən hacılar Məhşərül Hərəmdə Allahı zikr etsinlər. Yəni bura insanın öz nəfsini tanıdığı bir yerdir. Bura insanın bağışlandığı məntəqədir. Bura rəhmət dağıdır. Ona görə hədislərdə var ki, Ərəfatdan çıxan hacılar anadan gəlmiş körpə kimi bağışlanarlar. Biz də Allahdan istəyirik ki, Allah təbarək və təala bizi, zəvvarlarımızı və bizlə bir yerdə gələn bütün zəvvarlarımızı bağışlasın.